Həkim, necə oldu ki, OTX ilə yolunuz qarşılaşdı və OTX ilə bağlı təəssüratlarınız nədir? Gəlin tamaşaçılarımız üçün və pasientlərimiz üçün açıqlama verək. OTX onlayn tibbi xidmət deməkdir və əslində qalsa bu çox gözəl fikirdir, çox lazımlı bir şeydir. Lakin şəxsən mən öz fikrimi bildirim. Belə hallarda pasientlər mənə müraciət etdikdə çox zaman Almaniyanın işimi nəzərə alaraq, Almaniyadakı orada olan təcrübəmi nəzərə alaraq mənim o qədər bir imkanım yoxdur, vaxtım yoxdur ki, o boyda sayda olan xəstələrin, pasientlərin suallarına cavab verə bilmək imkanı olsun. Çox zaman vaxt məhdudiyyəti böyük olur və belə halda mənim təklifim olardı, misal üçün bu üsulda xəstələr blitz suallar versin, blitz cavablar alsınlar ki, xəstələri doğru yola yönələ bilək deyə. Yoxsa xəstə bir sual verəcəkdir və onun arxasınca başqa sual verəcəkdir və arxasınca yenə də sual çıxacaqdır. Cavabından uyğun olaraq yenə də sual çıxacaqdır. Belə hallarda həkimin, peşəkar bir həkimin nə vaxtı mümkündür və hətta yenə də peşəkarlığa gəlib çıxırıq. Burada peşəkarlıqda nöqsan mövcud ola bilər. Niyə? Çünki ola bilsin hansısa bir məqama, hansısa bir müayinə üsulunda çatışmazlıq olsun və xəstəni doğru yola yönəltməyək. Ona görə bu həssas sualdır. Belə halda həkimin və pasiyentin təması çox önəmlidir. Sual verib yönəltmək olar, lakin ondan sonra pasiyent mütləq həkimə müraciət etməlidir. OTX ilə, yəni onlayn tibbi xidmətlə tanışlığım təsadüfi deyildi. Hətta təsadüfi olsaydı belə, təsadüflər təsadüf olmur, necə deyirlər. Səfər belə tanış oldum və onun layihəsilə tanış oldum. Çox gözəl fikirdir, çox gözəl bir layihədir və bu bir firma olaraq, bir layihə olaraq layihənin üstünlüyü deyil. Bu bizim pasientlərin, bizim insanların müsbət tərəflərinin qazanmasında böyük bir yardımcı bir olan layihədir. Çox dəstəkləyirəm və belə halda bunun inkişafında və yaxud da onun hansısa bir çatışmazlığını gördükdə ona yardım etməkdə çox istərdik ki, yardımcı olaq.